Əvvəla Akşin müəllim, mən özümü təqdim edeyim. Mən Əliyev Sədrəddin, Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin Respublika üzrə təsisçinin müavini və Biləsuvar rayonunun sakini 2001-ci ildən yeni Azərbaycan Partiyasının üzvü və bu partiyanın üzvü olmağımla da fəxr edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah dövlətimizi qorusun, Allah qazilərimizə can sağlığı versin. Biz uzun müddətdir ki, bir yerdə əməkdaşlıq edirik. Biləsuvar rayonunun ictimai tədbirlərində Akşin müəllimlə bərabər tədbirlərdə oluruq və bu tədbirlərdə Yeni Azərbaycan Partiyasının rolu doğrudan da göz qabağındadır və böyükdür. Biz bir il öncə Yeni Azərbaycan Partiyasının təşkilat sədri Kamil müəllimə cəmiyyətimizin fəxri diplomunu təqdim etmişdik və belə qərarı aldıq ki, idarə heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının Biləsuvar rayonu təşkilat sədrinin müavini Akşin müəllimə də cəmiyyətimizin fəxri diplomunu təqdim edək. Və bu adada bizim cəmiyyət tərəfindən, cəmiyyətimizin təsisçi Əbülfət müəllimin adından sizi təbrik edirəm. Allah sizə can sağlığı versin. Rayonumuzun kütüravi tədbirlərində etdiyiniz yüksək xidmətlərə görə sizə təşəkkür edirəm. Allah sizə bu işlərinizdə uğurlar diləyirəm. Gələcək işləriniz daha da uğurlu olsun. Allah dövlətimizi qorusun. Çox sağ olun Akşin müəllim. Çox sağ olun Sədrəddin müəllim, minnətdaram. Belə deyək də, yuxarıda qeyd edildiyiniz kimi bizim ümumi tədbirlərdə görüşümüz çox olur. Sizin gördüyünüz işlər çox təqdirə layiqdir. Mübarizlər, ümumiyyətlə, Biləsuvarımız qəhrəmanlar diyarıdır. Özünün bütün fəaliyyəti və ümumiyyətlə ictimaiyyəti də dövlətin siyasətini həmişə yerlərdə həyata keçirilir. Sizin də işiniz, bizim yetişməkdə olan gənclərimizin mübariz kimi qəhrəmanımız və eləcə də Polad Həşimov kimi və bütün Azərbaycanın qəhrəman olanlar ruhunda, vətənpərvərliyində yetişdirilməsində xidmətləriniz var. Sizə işinizdə onları arzulayıram. İnşallah da belə tədbirimiz çox olacaq və bizim yollarımız çox seçiləcək inşallah. Sizə fəaliyyətinizdə onları arzulayıram. Çox sağ olun. Mən də təbrik edirəm sizi cəmiyyətimizin təsisçisi adından, Əbülfət müəllimin adından və bu mübarizlər adından. Allah milli qəhrəmanımızı rəhmət eləsin. Bəli, o gələcək nəslə bir örnək oldu ki, ruhu şad olsun. Sağ olun, var olun. Təşəkkür ederim.